İnsanlar Everestə çıxanda necə dünyanın ən yüksək nöqtəsində hiss edirlər özlərini. Bugün mən dünyanın ən zirvəsində hiss edirəm özümü. Hələ körpə idim. Biz buradan qaçqın düşəndə burada olanlar, hər biri nənələrimin mənə danışdığı xatirələrdə qalır. Yəni hər gün sanki bir nağıla qulaq asarmış kimi hər gün deyirdim ki, danış mənə necə oldu gəldiniz, necə oldu baş verdi, axı niyə baş verdi, niyə məhz bizim torpaqlarda oldu. Amma mən o nənə babamın danışdığı yeri görmək istəyirdim. O tut ağacını, hovuzu, o dəmir yol vağzalını görmək istəyirdim. Şəkilləri də var idi, ailəlikcə durmuşdular, Aynəbənd evin qarşısında şəkil çəkdirmişdilər. Yəni onların danışdıqları, şəkillərdə gördüklərim, xatirələrimdə o qədər canlı idi ki də, elə bilirdim ki, evə daxil olacağam. Elə həyətə daxil olan kimi o evi görəcəm, o tut ağacını görəcəm, həmin elə bulağı görəcəm, hovuzu görəcəm. Amma çox təəssüf ki, olan heç birini görmədim. Hər torpağında gəzəndə elə bilirəm ki, ayağımın altında dünyanın zənginliyi var. Sanki dünyanı fəth etmiş kimi hiss edirəm. Kimə baxırsan, yolla gedirsən, hər birinin üzündə bir gülümsəmə var. Heç kimin üzündə bir məyusluq yoxdur. Düzdür, təbii ki, belə deyim də, qoyub getdiyimiz kimi hər şeyi görmədik, çox dağılmışdı. Elə evlər var ki, heç bir daş parçası belə qalmayıb. Amma təbii ki, bu insan olaraq bizi heç vaxt ruhdan salmır. O vaxtda bunu insanlar özləri qurmuşdular, insanlar yaratmışdılar və əminəm ki, bundan sonra da bunu bacaracağıq. Burada yolla gedirsən, səni tanıdı, tanınmadı, hər gün səhər tezdən salam verirlər. Salam müəllimə, necəsiz? Halbuki heç tanımırsınız onu. Bugün bu məktəbdə coğrafiya müəllimi kimi fəaliyyət göstərirəm. Mən ümumiyyətlə uşaqlıq arzum olub, həmişə müəllim kimi fəaliyyət göstərmək. Amma nə vaxt coğrafiya? O vaxt coğrafiya oldu ki, 9-cu sinifdə. Tarix müəllimimiz bizə işğal altında olan torpaqlarımızdan danışırdı. O qədər maraqlı, o qədər gözəl danışırdı ki, mən hər zaman deyirdim ki, mən Azərbaycanın bütün regionlarını gəzəcəm coğrafiyaçı olaraq. İlk öncə də məhz həmin torpaqlardan başlayacağam. Bugün buradakı gənclərə hər zaman dərs vaxtında deyirəm ki, siz çox şanslısınız. Bizim sizin dövrünüzdə həsrət qaldıqlarımızı siz bugün canlı görürsünüz, canlı şəkildə yaşayırsınız. Biz Xudafərini ancaq şəkillərdə görürdük. Amma bugün siz hər biriniz o Xudafərini görürsünüz, Araz çayını görürsünüz. Araz çayı bizim üçün müqəddəs bir yerə dönmüşdü. Elə danışırdılar ki, Araz çayı haqqında, onun gür axırdı, enli axırdı, sərhəddi idi İranla. O qədər möhtəşəm, o qədər əzəmətli danışırdılar ki, bizim üçün əlçatmaz zirvə kimi görsənirdi Araz çayı, Xudafərin körpüsü. Amma bugünkü gənclər çox şanslıdırlar. Şagirdlərlə gəzmək çox yaxşı bir şeydir. Niyə görə? Onlarla gəzərkən bir başqa cür insan öyrənir. Sanki mən də onlar yaşda oluram. Çünki mən onlar yaşda olanda bunların heç birini görməmişəm. Bugün onlarla bir yerdə öyrənirəm çox şeyləri. Sanki bugün onlarla mən də uşağam. Bugünlük dərsimiz bu qədər uşaqlar. Gələn dərsimizə hazırlıqlı gələrsiniz, çıxa bilərsiniz. Sağ olun. Cəbrayıldayım, öz doğma torpağımda. İllər sonra bura müəllim kimi qayıtdım.